Salam, xoş gördük sizə izləyicilər. Həyat və Biz layihəsində yenidən görüşünüzə gəlmişik. Bugün çox maraqlı bir qonağımız var. İlahiyyatçı Axund Azər Sani bugün bizimlədir. Xoş gördük Hacı sizi. Çox sağ olun. Necəsiz? Allah razı olsun. Allah salamat etsin. Maraqlı bir layihəmiz var bizim. Həmişə girişi məhz elə adımızla bağlayırıq. Həyat və Biz. Xeyirli olsun. Təşəkkür eləyirəm. Nəcib Fazilin bir maraqlı fikri var həyatla bağlı. Çox da ciddiyə almayın deyir həyatı. Bir gün hər şey fotolarda qalacaq. Bəli. Mənim fikrim nədir buradan? Bu sözə. Bu yanaşmaya. Bu iki hissəyə bölünür ümumiyyətlə hər şey. Ondan sonra bölünür başqa hissələrə. Dünyada ciddi məsələlər var, qeyri-ciddi məsələlər var. Birbaşa dünya ilə bağlı olan məsələlər, birbaşa dünyəvi məsələlər. Onlar ciddi sayılmaz. Amma bəzi məsələlər var ki, onlar maddə ilə, maddiyyat aləmi ilə, yəni dünya ilə bağlı deyil. O bağlıdır məna ilə. Maddə itər, bir haldan başqa hala keçər. Amma məna itməz, məna olduğu kimi qalar. Biz gərək ayırt eləməliyik, diqqətlə baxmalıyıq ki, məsələ mənəvi məsələdirsə ciddidir. İctimai məsələdirsə ciddidir. Yox, dünyəvi məsələdirsə, dünyəvi məsələ ariflərin birindən soruşurlar ki, dünyada əbədi nə var? Dünyada, dünyanın özü əbədi deyil ha. Soruşurlar, dünyada əbədi nə var? Yəni, dünya ilə bağlı olan problem. Deyir, var, əbədi bir şey var dünyada. Deyir, nədir o? Deyir, müvəqqəti problemlər. Müvəqqəti problemlər. Dünya ilə bağlı olan şeyləri insan yeri ciddiyə almasın. Amma mənəvi məsələləri ciddiyə almaq lazımdır. Məsəl üçün, mənim xasiyyətimdə, mənəviyyatımda bir problem var. Mən onu ciddiyə almayım, düzəltməyim özümü. Amma dünya ilə bağlı olan məsələlər, bəli, onları heç də ciddiyə almaq lazımdır. Gedən geçsin, gedən üçün ağlama. Çünki gidi dünya bu yandan gəl, boşalsa başqa bir yerdən dolan şeydir. Bir yandan alar, Allah bir yandan verər. Elə xatirələr o demişkən fotoda qalacaq məlum. Amma dünya ilə bağlı, dünyada olan mənəvi işlərlə bağlı məsələləri mütləq ciddiyə almaq lazımdır. Nizami Gəncəvinin də bir fikri var. Məhz bu dediyiniz yanaşma ilə bağlı Süleymanın mülkü hardadır deyə axtarma. Mülk həmin yerdədir, Süleyman özü hardadır. Bəli. Burada biraz təhlilə ehtiyac var. Burada mülk deyəndə nə nəzərdə tutulur? Var dövlət təbii ki, mən belə anlayıram. Məsəl üçün, dini baxımdan baxanda o var dövlət deyil. Mülk məsələsi, biz onlara mülk verdik deyəndə var dövlət nəzərdə tutmurdu. İdarəçilik nəzərdə tuturdu. İdarə etmək də peyğəmbərlərdə başqa cürdür. İdarə etmək, onlar əmr dünyası ilə idarə edirlər. Yəni Süleyman gedər, amma yerinə başqa əmr sahibi gələr, mülk sahibi gələr. Çünki dini terminlərdə bəzi sözlər var ki, onlar bir-birlərini əvəz edirlər, sinonimdirlər. Məsəl üçün, Allah Teala İbrahim əleyhissalama Bəqərə surəsində deyir ki, səni imam təyin etdik insanlara, imam. Həzrət İbrahim soruşur, bəs mənim övladlarımdan necə? Cavab gəlir ki, söhbət imamətdən gedir, imamən deyir. Sonra deyir ki, və min zurriyyəti, bəs mənim övladlarımdan necə? Allah Teala cavabına bax, la yenalu, nail olmazlar, əhdi, mənim əhdimə, əz-zalimi, zalimlər. Əhdimə, imamətlə əhdin nə əlaqəsi var? Allah Teala burada bizə işarə verir ki, imamət mənim əhdimdir. Əhd yəni imamət. Başqa yerdə həmən o imaməti mülklə əvəz eləyir, mülk sözü ilə əvəz eləyir. Biz onlara mülk verdik, imamət verdik.
və s. və s. Görürsən ki, çıxardanda görürsən ki, Allah Taala mülkə də, əhdə də, imamətə də eyni baxır, yəni eyni sözlərdir bunlar. Və Nizami Gəncəvi ki, Şeyx Nizamidir, məncə o mülk deyəndə, bu mənim fikrimdir ya, hökm eləməli mütləqdir. Onu yenə araşdırmaq lazımdır ki, onu deyəndə nə nəzərdə tutur. Çünki mümkün deyil ki, Nizami kimi adam mülki qalıcı hesab eləsin, Süleymanı gidi, fani. O mümkün olan şeydir. Düzdür, bu cür nə məzəli sözlər var ki, məsələn, mən də bir qəzəlimdən birində demişəm ki, oturub durub bu dəhrə, dəhr dünyada, oturub durub bu dəhrə niyə bivəfa deyirsən? O qalır, gedənsə sənsən, de kimin vəfası yoxdur? Dünyadır vəfasızsan, dünya qalır yerində sən gedirsən. Bu o demək deyil, dünya vəfalıdır, sən vəfasızsan, ondan getmir. Hələ sən də dünya adamsansa, hələ sən də vəfasızsan. Amma dünyanın vəfasızlığı bir başqadır. Necə ki, İmam Səccad əleyhissalamdan da dünya hər halı ilə bildirir ki, mən vəfasızam. Hər halı ilə. İstəyir quruluşu ilə, istəyir hərəkəti ilə, istəyir gözəlliyi ilə, gözəlliyinin zail olmağı ilə, yəni keçici olmağı ilə, aradan gedən olmağı ilə, hər halı ilə bildirir. Haçansa bu dünya dayanacaq və bu dünya sənə vəfa eləməyəcək və haqlı olaraq eləməyəcək. Əli əleyhissalam deyir ki, haçan dünya sənə vədə verdi ki, mən sənə vəfalı olacağım. Dünya heç vaxt bu vədəni verməyib sənə. Dünya zaten deyib ki, mən bir körpüyəm, keçiciyəm. Sən gəlirsən, məndən keçirsən, mən də müvəqqəti körpüyəm. Sən gəlirsən, məndən keçirsən, amma insan əbədidir. Həmən nizamidir ki, ölüm ölmək deyil, yer dəyişməkdir. Fənadan bəqaya köçmək deməkdir. Başqa bir aləmə gedir. Başqa bir aləmə gedirsən. Və buradan da zaten keçməlisən də. İndi bunu şairanə fikirlər deyə deyirlər. İndi körpü var, hələ bizim bildiyimiz körpü. İndi biz körpüdən keçirik, otaya gedirik də. İndi körpü bizdən küssün ki, niyə vəfasızlıq öldün, mənə tərk elədin, götürək ki, sən hələ keçmək üçünsən də. O çox maraqlı bir məqama toxundunuz. 124 min peyğəmbər olub imamlarımız, misallar gətirdiniz. Bunlardan əlavə elə şəxsiyyətlər olub ki, həyatda gəlmiş, keçmiş, məsələn, Şeyx Nizami Gəncəvi kimi. Onların hamısı dünyanın faniliyi ilə bağlı, insanın isə əbədiliyi ilə bağlı mesajlar veriblər hamısı. Bəs insanların beyni nə zaman o informasiyaları olduğu kimi qəbul edəcək? Bəzi insanlar var ki, o dini terminlə deyir, ağılları gözlərindədir. Ağılları gözlərindədir. Amma bəzən insan başa düşməlidir ki, bizim hər gördüyümüz həqiqət deyil. Ola bilər ki, elə incəliklər var ki, misal çəkim ki, tam aydın olsun fikrim. Məsəl üçün, ay yer kürəsinin peykidir. Yer kürəsi günəşin peykidir. Yəni günəşin ətrafına yer kürəsi fırlanır. Ümumiyyətlə bu xırda bir uşağa da dilləndirsən, bu belə deyəcək. Amma indi bizim baxışımıza bax, gün çıxdı, gün batdı. Çıxan da bizi əslində, batan da bizi. Biz elə görürük, bizə elə görsənir. Gün çıxır, batmır. Biz çıxırıq, biz batırıq. Və insanlar da bəzən nəqdi, dünyada nəqdi bir şeylər ki var, o nəqdi qoyub nişiyə qaçmaq istəmir. Güya, zahirdə belədir. Amma biraz dərindən düşünəndə, eynən mən gətirdiyim təşbih kimi, mən gətirdiyim misal kimi, yəni, dərindən düşünəndə həqiqət belədir. Amma göz bəzən aldadır bizi. Bəzən aldadır. O, belə dərin məsələlər üçündür ya. İndi əlbəttə ki, deyir, haqla batilin arası 4 barmaqdır, eşitmişsiniz də bu hədisi də. Yəni, qulaqla gözün arası nədir? 4 barmaqdır. Yəni, hər eşitdiyinə inanma. Amma bir hadisəni öz gözünlə görmüsənsə, o tamam başqa şeydir. Bu aiddir, düz müstəvidə olan o fikri məsələlər falan belə işlərdir də. Ancaq ki, bir də var ki,
bir səhnənin arxasında nə dayanır, ondan gedir söhbət. Və gördüyün məsələni düzgün təhlilindən gedir söhbət. Məsələni düzgün təhlil eləyəndə görürsən ki, hə, sən bunu görürsən, əslində bu düzdür ya gördüyün, amma sən bunu yanlış başa düşmüsən gördüyün. Bu da var da. Bəli, tamamilə doğrudur. Çünki hər gördüyünü də doğru anlamaq, hər adam doğru anlaya bilmir. Hələ əsası budur da, lap əsası budur. Və insanlar ona görə azdılar əksəriyyəti. Hətta imanlılar belə. Düzgün təhlil eləyə bilmədilər. Təfəkkürləri o dərəcədə olmadı ki, düz təhlil eləsinlər. Nə mane oldu ki? Yanlış yerdən yanışdılar. Müxtəlif maneələr var. Adi bir misal çəkim ki, İmam Hüseyn əleyhissalam Kufəlilərə deyir ki, həqiqəti niyə görə bilmirsiniz? Məni niyə eşidə bilmirsiniz? Çünki haram yemişsiniz ona görə. Bunun səbəbini dedi. Fikir verirsiniz? Səbəbini dedi. Qəribə bir şey deyə bu. Bəzən insan harama elə aludə olur ki, əməlli başlı, açıq, aşikar bir şeyi ki, hamı görə bilər, o görə bilmir. Heç olmayıb ki, ya, bir hikmət əhli ilə danışmısan, söhbət eləmsən, o sənə hələ bir söz deyib ki, oturub sonra fikirləşmirsən ki, mən bunu bilirdim, bu gözümün içinə girir deyə, mən necə fikir verməmişəm bu işə. Çox olub. O nədən irəli gəlir? Biz o qədər onun, bunun işinə, o qədər onun, bunun işinə yanaşırıq ki, başqalarının işinə. Yəni, bizə aid olmayan işlərə. Peyğəmbərimiz deməyib, quddu absarəkum tərəqunəli acayib. Gözlərinizi oradan, buradan çəkin, ayağınızın altına baxın. Yəni, öz işinizlə məşğul olun. Və yaxud naməhrəmə, harama baxmayın. Quddu absarəkum. Aşağı dikin gözlərinizi. Tərəqunəli acayib. Sizə heç kəsin görmədiyi əcaib şeylər göstərərik. O məsələ budur. İnsanın baxışının o fokuslanması var, düzgün eləsə onu. Allah Teala deyir, "Ləv tə'ləmunə ilməl yəqin." Əgər elmi yəqininiz olsa, "Lətərəvunnəl cəhim." Cəhənnəmi öz gözlərinizlə görərsiniz. Əli əleyhissalam deyir ki, mən yetimin malını od görürəm. Başqaları mal kimi görür, mən onu od kimi görürəm, onun nəticəsini görürəm. Burada nəfsin böyük rolu var və İmam Əlinin bir sözü var. Ən güclü insan öz nəfsinə qalib gələn insandır. Bəli, öz nəfsinə. Çox maraqlıdır. Biz bu dünyaya, bu həyata fürsət kimi gəlirik, yoxsa? Bəli. Bu dünya Fürsətdirmi bu dünya fürsətdir. Ən gözəl təşbihi Peyğəmbər verib ki, dünya axirətin tarlasıdır. Yəni, burada ək becər, fürsət deyil bu. Allah Teala sənə fürsət verib, bir ömür verib, hər nə qədər. Adam var 30 il yaşayır, adam var 40 il, adam var 60 il, adam var 120 il yaşayır. Yəni ki, heç bir mənası da olmaz. Amma adam var 30 il, 40 il yaşayır, elə mənalı, bərəkətli yaşayır ki, başqaları faydalanar ondan. Bu dünyanın, bu həyatı mən həmişə nəyə misal getirmişəm? Dünyanı biz necə başa düşək? Bir abituriyent girir imtahan verməyə. 3 saat vaxtı olur onun. 3 saat. Düzdür, hələ verirlər. 3 saat, mən biləm 3 saat vaxt verirlər. Girməlisən, oturmalısan, suallara düzgün cavab verməlisən. Təhvil verməlisən, çıxmalısan. Belə deyil, bu imtahan, dünya da imtahandır. Biz gəlmişik. İndi adam var 3 saat da cavab verir, adam var 2 saat da cavab verir, adam var saat yarıma. Bu bizim ömrümüzdür. İndi bizim bu dünyadan şikayətlərimiz var. Bu bilirsiniz niyə bənzəyir? Hələ bir abituriyent girib, başlayıb ki, mənim stolum rahat deyil. Narahat stol deyil. Parta yaxşı deyil. Bu taxtası nə materialdandır? Mənə ruçka vermişsiniz, bu ruçkan məsəl üçün rahat yazan ruçka deyil. Kağızım təmiz o A4 zadı deyil, kağızlı. Başlayır belə-belə şikayətlər eləməyə. Bəhanələrdir. Bəhanə yox, həqiqətən şikayət eləyir. Amma biraz baxışı qabaq görən olsa, nə olar? Ona görə ki, 2 saatdır, 3 saatdır, sənə əsas nə lazımdır? Suallara cavab ver, çıx get də. Burada sən yaşayacaqsan bəyəm, bu qədər rahatçılıq istəyirsən. Dünyada həmən şeydir.
Bu qədər ki, biz rahatçılığın dalıcan gedirik. Hadi demək lazımdır ki, dünya rahatçılıq yeri deyil. Rahatçılıq dediyim bir şey əziyyətin içində gizlənib. Xəzinə xərabəlikdə gizləndiyi kimi. Allah Sabirə rəhmət etsin. Nə şirin deyib, nə qəşəng deyib. Çünki bilir, rahat əziyyətdədir. Cütçü şeiri var ya Sabirə minə. Deyir, rahatçılıq əziyyətin içərisindədir. Görmüsünüz də xəzinəlik harda olur? Xərabəlikdə. Mütləq oradan keçməlisən ki, onu gedib tapasan. Bu da ilahi qanundur da. İlahi qanundur. Belə də olmalıdır. İnsan ona görə də hələ bu dünyada bu həqiqətləri görə bilmir və görə bilməməyinin də müxtəlif səbəbi var. Baş ağrısı eyni şeydən ola bilməz. Birinin təzyiqi yuxarıdır, baş ağrıyır. Birinin təzyiqi aşağıdır, baş ağrıyır. Birinin soğuğu deyib baş ağrıyır. Birinin doğrudan da dişi ağrıyır, ona görə baş ağrıyır. Və nəticə nədir? Biz görə bilmirik. Hərənin öz problemi var. Niyə görə bilmir? Biri haram yeyir ona görə, biri haram eləyir ona görə, biri düz düşünmür ona görə. Hərənin öz dərdi var. Xəstəliklər ki var. İnnəl insana ləfi xusur. İnsan xəstəlikdədir, ziyan içərisindədir. Xəsarəti var insanın. Mənim xəsarətim bir cürdür, bir başqasının xəsarəti bir cürdür. Hərənin bir dərdi var. Ruhumuzdakı xəsarətdən danışırsınız yəqin ki, ruhumuzdakı xəsarətlərdən. Təbii, əlbəttə ki. Həyatımızda son zamanlar dövrümüzdə, həyatımızda niyə sualları həddindən artıq çoxalıb? Mən deməzdim niyələr çoxalıb. Niyələr həmişə olub. Həmişə insan. Əvvəldə var idi belə. Əvvəldə olub. Kim deyər ki, əvvəl olmayıb? Həmişə olub. İndi ola bilər çeşidlər çoxalıb deyə çeşidlərə görə niyələr çoxalıb. Amma ki, niyə həmişə var da? İndi niyələrin çoxalmağı ola bilər ki, adamların sayı çoxalıb, ona görə də niyələr çoxalıb. Ged-ged adamın sayı çoxalır da. Niyələr də çoxalır. Amma o niyələr baxır necə də bir məntiqli sual olar deyərsən niyə. Bir də var ki, hələ hər şey üçün niyə fikirləş bax da niyə. Özün də tap da niyə. Hər şeyi mən deməməliyəm ki. Quran da elə deyir də. Quran da həqiqəti bilirsiniz necə deyir, dolayısı yolla deyir ki, özün fikirləşir, özün tap. Sən robot deyirsən, sən insansan. Sənin başqa varlıqlardan fərqin analitik təfəkküründür. Sənin həqiqəti axtarıb tapmaq qabiliyyətindir. Bunu işlətməlisən sən. Bunu işlətməsən olmaz. Mütləq işlətməlisən ki, sən bu iş mexanizmi ilə başlayacaqsan özünü kəşf eləməyə. Özünü deyəndə ki, yəni Allahın yaradılışında o fitrətivi onu tapandan sonra görəcəksən ki, orada böyük qüdrətlər qoyub Allah insan üçün. İnsan nələrə qadirdir, hara yetişə bilər. Amma azmamaq şərti ilə, təkəbbür etməmək şərti ilə, özündə o xəzinələri insan tapdıqca ola bilər onun azmaq ehtimalı olsun. Hər məqamın özünə məxsus imtahanları var da. 3-cü sinifin uşağının imtahan sualları ilə 10-cu sinif uşağının imtahan sualları eyni olmur axı. İnsanın məqamı yuxarı qalxdıqca imtahanları dəyişir, fərqli olur. Hətta mümkündür aşağı təbəqənin insanı baxsın, yuxarı təbəqənin insanın imtahanına desin ki, bu nə idi ki, bundan keçə bilmir. Amma özü o yerdə olsa, bilinmir ki, nə eləyər. Alimlərdən biri deyir ki, insan beyni maqnitdir. Nəyi düşünərsə, onu özünə cəlb eləyər, onu özünə çəkər. Biz düşüncələrimizi necə doğruya yönəldək? Birinci şərt sağlam mühit. Ən çətini. Sağlam mühit birinci şərtdir. Yəni ki, oturub durduğun adamlar biləsən ki, ağıllı adamlardır, məntiqli adamlardır, düzgün adamlardır. Durub deyəsən, hardan bilərəm? Ondan bir ki, açıq aşkar günah eləməsin ən azından.
hadisələr baş verəndə düzgün qərarlar versin. Sağlam bir mühitdə olmalısan, yaxşı bir mühitdə olmalısan. Fəsadın içində, fisq hücurun içərisində olmamalısan. Və özün günah etməməlisən. Bu düşüncəni biraz da itiləşdirir təfəkkürü. Nəfsani istəklər və hakim olmalısan. Onda başqalarının görə bilmədiklərini görəcəksən. Yaxşı insanların məsləhətinə qulaq asmalısan. Mən yaxşı insanlar deyəndə tək sağ olan adamlardan danışmıram. Dünyada o da yaxşı adamlar olub, yazıb qoyub gediblər ki. Oxumaq lazımdır. Onları, nə adamlar oxumağa imkanı yoxdur, ən azından dinləsin, zikr əhlindən soruşun var. Zikr əhlindən soruşun. Zikr əhli kimdir? Allahı xatırlayanlar. Zikr xatırlamaq deməkdir. İnsan hər işində Allahı xatırlayırsa, yəni Allahın iradəsini düşünürsə, öz iradəsindən əvvəl, o insan elə düzgün yaşayacaq, düzgün düşünəcək. Yox, öz şəxsi mənfəətin üçün fikirləşirsənsə bir şey, orada mütləq qarışıq olacaq da, saf su dönüb olacaq, muzaf, qarışıq. O ilə də bir iş görmək olmur. Bəs ibadət necə? İnsanı o dediyiniz saflığa, paklığa çatdıra bilərmi? Əgər insanın əxlaqi xüsusiyyətləri, insani xüsusiyyətləri yaxşı olsa, bu onun üfüqi inkişafıdır. Hələ bil ki, bunun fundamenti, təməlidir, ovzuludur. Nədir olar? Yalan danışma, qeybət eləmə, yaxşı insan ol, ailə dağıtma və s. və s. və s. Bunlar üçün İmam Peyğəmbər lazım deyil. Hər kəs fitrətində bilir ki, yalan danışmaq olmaz. Niyə? Çünki sənə yalan danışsalar acığın gələr. Qeybət eləmək olmaz, oğurluq eləmək olmaz. Bunlar fundamentdir. Bunlar düzələndən sonra, bu cür düzgün insan olandan sonra biz belə adamlara deyirik ki, bunlar təmiz adamdır. Amma din deyir ki, bu kifayət eləmir. Çünki dinlərin hamısı bunu deyir. Xristianlıq da bunu deyir. Ondan sonra Buddizm də bunu deyir. Hamısı bu sözləri deyir də. Bəs İslamın bunlardan fərqi nədir? O bildiyimiz o ibadət ki var, eşitdiyimiz ibadət ki, onu Allah Rəsuluna deyib, Rəsulu bizə deyib, namaz, oruc, xums, zəkat, bu cür ibadətlər var. Onlar artıq üfüqi yox, onlar şaquli şəkildə insanı neynir? Yuxarıya aparır. Artıq orada əcaib, qəraib şeylər olur. Biz elə başa düşürük ki, hələ namaz qıl, oruç tut, sən olacaqsan təmiz adam, yaxşı adam, yalan danışmayan, qeybət eləməyən. Yox, başa düşmək lazımdır ki, birinci yalanı, qeybəti, oğurluğu, fuhuşu tərk eləməlisən ki, bu ibadətlərlə üzü yuxarı qalxasan. Yoxsa onlar olmasa, bu ibadətlə sən hara yuxarı qalxacaqsan? Mümkün olan bir şey deyir axı. Hələ bil ki, təməl qoymadan, dünyad, ovzul atmadan özül. Bina tikirsən. Mümkün olan bir şey deyir axı. İbadət bunların ikisi bir yerdə olmalıdır. Bir dənə də misal getirin buna aid. Heç görmürsünüz hansı həkim bir xəstəyə desin ki, gələ bu dərmanı at, ged nə ürəyin istəyir elə, yaxşı olacaqsan. Elə şey yoxdur. Dərmanla bərabər pəhriz də deyir sənə. Deyir ki, bunu elə, bunu eləmə. Bu vaxt yat, bu vaxt dur, filan. Pəhriz verir adama, vermir. Fiziki hərəkət elə, bəli. Rejim verir də sənə. Deyir ki, gələ bunu özünü soğuqdan qoru da. Ən azından bu pəhrizdir də, özünü soğuqdan qoru. Bu da belədir. O pəhriz həmən dediyim o üfüqi inkişafdır. Bu dediyim o fitri, əxlaqi mövzular. Amma o dərmansa həmənə namaz, orucdur. Bunların ikisini bir yerdə eləyəndə ortalığa nəsə çıxar. Ayrı-ayrılıqda heç nə. Və insanlar da bunu qarışdırırlar bir-birinə. İbadət deyən kimi ancaq namaz, oruc yox. Yalan danışmamaq, düzgün olmaq özü ibadətdir. Qeybət etməmək, bu hisslə vuruşmaq özü bir ibadətdir. Və bütün bunlar hamısı zikr çərçivəsində olmalıdır. Zikr yəni Allahı xatırlamaq. Yəni bunu Allaha görə eləyirəm.
Yaxşıyam ona görə yox ki, bu yaxşıdır, mən buna yaxşılıq eləyim. Yox, Allah yaxşıdır. Və Allah mənə yaxşını əmr eləyir. Mən yaxşı işi görüm. O sənə pislik eləyir, qoy eləsin, mən yaxşı eləyəcəm. Mən yaxşılıq eləyəcəm. Axırda bax gör kim odur da bu işdə. İşi düzgün qursun. Yunus Əmrənin gözəl bir fikri var. Əvvəlini səsləndirməyəcəm. Dəvə hacı olmaz, gedib gəlməklə Məkkəyə. Çox maraqlı bir fikirdir. Həcc mövsümü yaxınlaşır. Çox gözəl məqamlara toxundunuz. Biraz da istəyirəm həccdən danışaq. Ümumiyyətlə, ibadət iki cürdür, mal və canla. Canla ibadət var, malla ibadət var. Canla olan ibadət nədir? Namaz, oruc. Canınla ibadət edirsən. Malla olan ibadət nədir? Xumuz, zəkat falan bunlar, sədəqə falan bunlar malla olan ibadətdir. Bir cür ibadət də var ki, həcc ibadəti, ona kamil ibadət deyirlər. Belə bir adı var ki, həccin. Ona həm mal, həm can. Malınla da ibadət edirsən orada. Canınla da ibadət edirsən ikisi də. Onun içərisində hamısı var. Namaz orada var. Deyərsən, oruc var, həcdə var. Orucda 10 dənə şeydən çəkinirsənsə, ehramda olanda 20 neçə dənə şeydən çəkinirsən. Onu eləmə, bunu eləmə. Hər bir şey oruc olsun. Ehramda elə bil oruc olsun. Düz ya, yemək içmək yox. Başqa işlər var ki, halal işlər sənə olur haram. Ehramda olanda. Elədir. Ondan sonra mali ibadət var. Pulundan xərcləyirsən orada. Ən azından qurban kəsirsən, kəsmirsən. İstər cihadı, istər nə bilim, əmr bil mərufu, nəhyənil münkər, təbəlla, təbərrə, orada şeytanı daş atmağın, filan. Bunlar hamısı rəmzdir, işarələrdir də. İndi o deməkdir ki, o sutun şeytandır, sən də ona daş atdın və səlam, şeytanı öldürdün. Yox, bu bir görüntüdür sənin gözün qabağında, şəbih deyərlər də, oxşatma, teatr kimi. İbrahim əleyhissalamın yaşadıqlarının o şəbihidir, sən çıxartırsan. Orada çox incə məsələlər var, oraya gəlib toxunmaq istəmirəm. Onu düzdür, son vaxtlar tənqid eləyirlər, o nədir, bu nədir, küçümsəyirlər, amma onun haqqında ayrıca bir söhbət eləyib danışmaq lazımdır ki, nə olur və niyə narahat olursan, səni nədir narahat eləyən? Nə var axı burada? Yəni bu, kimisə başına daş vurub, başını yarmır ki. Bu ancaq bu hərəkətlərin içərisində, daha doğrusu onun arxasında nə mənalar gizlənir, onu araşdır da. Oradan bir hikmət tap ki. Yoxsa əgər ona qalsa, namaz qılmaqdır, nədir, əyilirsən, durursan, nə olsun? Yaşlı başlı adamsan, yıxılırsan yerə, alnı qoyursan torpağa, qalxırsan, bu nə işdir? Adama deyərlər də bunu. Əgər bu cür yanaşsaq hər şeyə, heç bir şeydə hikmət olmayacaq. Bu nə hərəkət edirsən? Bunu niyə edirsən? Bunu deyən adamlar var. Bu adam insan kimi toy eləyir, eləmir, yas eləyir, eləmir. Toyundan 1000 dənə səhv tutarıq, yasından 1000 dənə səhv tutarıq. Əgər başlasaq bir-birimizdən səhv tutmağa, onda hələ hər şey qoyaq, başlayaq ilə vuruşmaq. Bu nə hərəkət edirsən? O deyəcək, o nə hərəkət edirsən? Bunların yəni baxış düzgün deyil. Bir şey ki, ilahi əmirdir, onun altında hikməti axtar ginənsən. Neysə, sözüm onda yox. Bu işlər ki var, kamil ibadətdir ki, özdə həcc hər adam üçün deyil. O adam üçündür ki, onun pulu var, imkanı var o həccə getməyə. Pullu, imkanlı adamlar adətən hər şeyin yaxşısını istəyir də, rahatçılıqla istəyir. Allah Teala biraz onları salır orada çətinliyə ki, yəni çətinliyə çəkən adamların da halını bilin. O da var bunun içərisində. Və günün altında falan özdə eyni geyimdə, eyni formada, eyni yorğunluq. Baxırsan ki, biri fəhlədir, biri rəisdir, ancaq ki, eyni işləri görürlər. Bir-birlərindən fərqlənmirlər də. Amma fərqlənənlər fərqlənir mədəniyyəti ilə. O da var. Maddiyyatı ilə yox, mədəniyyəti ilə fərqlənənlər var.
Amma orada əslində dünyəvi nöqteyi nəzərdən bunlar vadi vəhdət hamı eyni formada. Vadi vəhdət həqiqətdən məqami eşqdir. Kim müşəxəs olmaz ol vadidə sultandan gəda. Füzuli deyir. Ona görə həccin ibadəti belə bir ibadətdir ki, bura gərək nə ilə yaxınlaşasan? Həqiqətən təfəkkürlə. Hələ boş-boşuna fırlanım, boş-boşuna daş atım, boş-boşuna səy eləyim, yox. Bu səydən məqsəd nədir? Hacər əleyhissalam Mərvədən Səfaya, Səfadan Mərvəyə miraj ilğim görüb, sərab görüb qaçırdı. Uşağına su tapmaq üçün. Ora qaçırdı, bura qaçırdı. Ora qaçırdı, orada miraj ilğim görürdü, su. İstidə olur axı. Bura qaçırdı, orada görürdü, neçə dəfə səy elədi, cəhd elədi su üçün. Bugün sən su axtarsan bəyəm, əslində sənin axtardığın elə həqiqətdə sudur. Söhbət o maddi sudan getmir, ha. Söhbət ondan gedir ki, o yanğığı söndürməyə nə üçün səy eləyirsən? Bu dünyada səhər açılandan qaçırsan o qapıya, bu qapıya, ora, bura. Niyə qaçırsan? Nə üçün? Adam var deyir ki, bir parça çörək üçün. Sən demək, bütün həyatın bir parça çörəyi qazanmaqdan ibarətdirsə, onu elə qarışqa da eləyir də. Səhərdən axşamacan adam çörək pulu üçün gedər, kim deyir ki, getmə? Get. Amma sənin ali hədəfin o olmasın. Ali hədəfin bəşəriyyətə xidmət olsun. Yəni Allaha xidmət olsun. Bəzən Allaha xidmət deyəndə cəmaət deyir ki, namaz qıl. Yox. Allaha xidmət bilirsiniz nədir? Bəşəriyyətə xidmət. İnsanlara xidmət. Bəli, bəşəriyyətə, insanlara xidmət eləmək. Bunun başqa yolu yoxdur. İmam Hüseyn əleyhissalam idi Allah yolunda can verən. Yerdə qalan 72 nəfər Allah yolunda vermirdi canı. Allahın vəlisinin yolunda verirdi canı. Namaz qılarkən özünə xidmət eləmiş olursan, amma... Dolayısı yolundan əslində belədir, əlbəttə. Tək indi burada namaz məsələsi deyil axı. Namaz olanda deyir, cəmaatı, yəni ictimaiyyəti gətirir, çağırdı. Cəmaat namaz qıl. Siz, bu xidmət birbaşa Allaha deyil, cəmaata xidmət eləməklə Allaha xidmət eləmiş olursan. Hacı, bax, bayaqdan danışırıq biz. Ümumiyyətlə, son zamanlarda sanki cəmiyyətimizdə, nəinki bizim cəmiyyətimizdə, ümumiyyətlə, bütün cəmiyyətlərdə sanki insanlar gülümsəməyi unudublar. Çünki son zamanlar baş verən hadisələr insanları aqressiv eləyib, insanlara təsir eləyib və belə olduqda ego baş qaldırır. Ego baş qaldıranda insanlar aqressiv olurlar və bir-birlərinə bədgüman olurlar. Çətinlik gələndə insanların əksəriyyəti bir-birlərini aldatmaqla məşğul olurlar. Özü qabaq düşsün deyə başqasını aldadır. Çox sevdiyim bir söhbətdir. Ariflərdən biri dua eləyir ki, ilahi, bəlanı kişilərə ver. Deyirlər ona ki, bu kişilərə bu nə bəlada oxuyursan? Deyir, yox, bilirsiniz necədir? Kişiyə bəla gələndə onu kişi kimi çəkir. Vay o gündən nakişiyə bəla gəlsin. Onda aləm deyir bir-birinə. Bəla da ümumi gələndə yaxşılar həmişə azdır. Yaxşı bəlanı normal çəkə bilir, başqasına ziyan vermədən. Amma bir başqasına bəla gələndə düzgün təfəkkür olmayan adama, o istəyir başqalarını məhv eləsin, gözü yaşasın. Belə olanda insan aqressiv olur. Belə olanda insanların təbii ki, əksəriyyətindən gedir də söhbət. Əksəriyyətinin üzündən gülüş silinir. İnsanlar bir-birlərinə artıq bilirsiniz necə baxırlar. O bir söz var, deyir ki, Allah malı verdi ki, istifadə eləyəsən. Amma insan odur ki, insandan yaxşı mənada faydalanasan. İnsanlar əksinə eləyirlər. İnsandan istifadə eləyirlər. Maldan faydalanırlar.
fikir verərsizsə, dinimiz bizim ictimai dindir. Qoymur ki, başqası ac qalsın, sən tox qalasan. Başqasının halına yanmağı üstün tutur. Allahın elçilərinin hamısı özləri üçün yaşamayıblar, xalq üçün yaşayıblar. Millət üçün yaşayıblar. Ətrafındakılar üçün yaşayıblar. İnsan vaxt yaxşı insan olur ki, başqalarına fayda verə bilir. Bunu şuar eləsən insan, o bəxt bir sözdür deyə, hər işi Allaha xatir görmək. Bunu görürsən, bəzən düzgün anlamırlar. Bilirsiniz, niyə görə düzgün anlamırlar? Deyirlər ki, Allah üçün görmək bu deməkdir ki, ya Allaha minnət qoyursan, sənin üçün gördüm, sən də əvəzində mənə bunu eləyəsən. Yox, bu deyil. Allahı əgər özündən, içindən kənarda bilirsənsə, başqa bir varlıq kimi bilirsənsə, məsələn, göydə oturub nəzarət eləyir bizə, bu cür bilirsənsə, əlbəttə ki, verdiyin sual düzdür. Allah sənin yaşayışın içindədir, həyatındadır. Allah sənin baxışlarındadır, Allah sənin döyünən ürəyindədir. Düşünən beynində. Düşünən beynindədir və Allah hər yerdədir, bütün vücudundadır, sənin qəlbindədir Allah. Mənəviyyatındadır, o cür bil, içində bil. Yəni, bir adama yaxşılıq eləyəndə Allah üçün eləyirəm demək, o demək deyil ki, başqa bir varlıq üçün eləyirəm. Yox. Qarşı tərəfə təmənnasız yaxşılıq eləmək o deməkdir ki, Allah üçün eləyirsən. Təmənnasız, yəni heç təşəkkür belə istəmirsən ondan. Heç o bilməsin sən ona yaxşılıq eləmirsən. Yaxşılığı ayrı bir iş kimi qəbul eləmə. Yaxşılıq sənin içindədir. Və sən bunu etməlisən. Çünki qanun belədir. Yaxşı şeylər var, pis şey əslində yoxdur. Yaxşının olmamağı pisdir. Yalancılıq nədir? Düzgünlüyün olmamağıdır da. Deməli, bu cür baxanda insan yaxşılıqdan başqa heç nə etməməlidir. Elə yaxşılıq eləməlidir. Və təşəkkür də gözləməməlidir qarşı tərəfdən. Çünki Allah Teala elə mexanizmlə dünyanı qurub ki, kimə yaxşılıq eləyirsən, sənə pislik eləyəcək. Bu sənin imtahanındır. Ki, doğrudan da bu yaxşılığı o adama görə eləmirsən ki, təmənna olsun, ki, sənə qarşı düzgün olsun. Onun sənə qarşı düzgün olmağı onun özünün problemidir. Olmasa özü cavabdehdir bu iş üçün. O heç bir yerə gəlib çıxa bilməyəcək. İstədiyinə çata bilməyəcək. Ola bilər maddi nəsə səndən götürsün. 3 manat, 5 manat qabaq düşə bilər, amma istədiyi heç bir arzuya çata bilməyəcək. Məqsədinə çatmayacaq. Quranda var, həqiqətən də zalimlər hidayət olmaz. Həqiqətən Allah zalimləri hidayət eləməz. Həqiqətən Allah kafirləri hidayət eləməz. İnnəllâhə həqiqətən Allah la yəhdi hidayət etməz. Biz ya qovmuz zalimin, ya qovmuz kafirin fərqi yoxdur. Niyə deyilir bu? Yəni, biz də bilirik, dedik ki, orada bilir, balıq şordur da. Heç Allah kafiri hidayət eləməz. Əgər Allah kafiri hidayət eləmirsə, da onda biz neşə öldürürük özümüzü? Zalimi hidayət eləməyəcəksə, onda düzəlmək tərəfi yoxdur. O deyil məsələ. Hidayət, yəni düzgün yola yönəltmək deyil burada. Burada hidayət məqsədə çatdırmaqdır. Yəni, kafir öz məqsədinə çata bilməyəcək nəticədə. Zalim öz məqsədinə çata bilməyəcək nəticədə. Bundan gedir söhbət. Nə qədər pislik eləyirsən, Yezid öz məqsədinə çatdı, çatmadı, yox. Bir ömür narahat yaşadı, narahat öldü, getdi. Muaviyə öz məqsədinə çatdı, çatmadı, çatmadı, bir ömür narahat yaşadı. Və qiyamətə qədər də lənət oxunur. İndi lənət oxunsa da, oxunmasa da, güya oxunmasa nə cənnətə düşəcək? Yox. O lənət oxunması bu deməkdir ki, yəni mən bilirəm bu yaşayış düzgündür, bu o deməkdir. Qan tökməklə, baş kəsməklə, kiminsə haqqını tapdalamaqla sən məqsədvə çata bilməyəcəksən. Nəticədə xoşbəxt olmaq istəyirsən sən. Xoşbəxt olmaq istəyirsən, olmayacaqsan, ola bilməyəcəksən. Amma məzlum tərəfə bax, ölsə də xoşbəxtdir, qalsa da xoşbəxtdir, hər halından xoşbəxtdir. Bir qəribə bir şeydir. Boş-boşuna demədi xanım Zeynəb salamlar əleyhə ki, mən orada gözəllikdən başqa bir şey görmədim. Bunlar hər hallarında xoşbəxtdirlər.
Bəzi insanlar elə başa düşürlər ki, din insanı bədbəxt eləyir. Yəni bu dünyada bədbəxt eləyir, orada xoşbəxt eləyir. Vallahi elə deyil. Düzgün dinlə gedən burada da xoşbəxtdir. Çünki dinlə gedən qəlbin genişləndirir. Qəlb genişlənəndə 100 dənə dünya sığışar ona. Yəni dünya problemləri onu bədbəxt eləyə bilməz. Nəsiminin məndə sığar ki, cahan məsələsi yox, kimi. Yox, deməzdim. Yəni, O tamam məncə- o Nəsimidəki məndə sığar iki cahan ki var ha. Bayaq dediyi birinci sualda dedim hər şey ikiyə bölünür ha, sonradan bölünür başqa yerlər. Hər şey ikidir. İkilikdən yaranıb dünya. Ağ, qara, yaxşı, pis, gecə, gündüz, kişi, qadın, mənfi, müsbət. Bilirsiniz, hər şey ikilikdir. Və bütün bizim vücudumuz, varlığımız bu ikiliklərdən ibarətdir. Ondan sonra mürəkkəbləşib daha başqa hissələrə bölünüb, artıb, çoxalıb. Amma bir şey deyim sizə. Bu ikiliklərin arasında bir dənə nə var? Bir var, bir. O da insanın neydi? Canıdır, ruhudur. Çünki o birdən gəlib. O vahiddən gəlib. Ona görə burada həmişə qala bilməz. Bir müddət qalır, bir müddətdən sonra çıxır. Özü də açıqlama verir axı. Cövhər la məkan mənəm. O la məkan Allahdır da, onun cövhəriyəm. Oradan o bir dənədən gəlmişəm, düşmüşəm ikiliyin içinə. Kövnü məkana sığmadım. Kövnü məkana sığmazam. Bu onu demək istəyir. Bəzi adamlar deyir ki, orada iki desəydi, cahan deməzdi, cahanlar deyərdi. Axı bizdə var ki, əgər rəqəm deyilirsə, cəm şəkilçisinə ehtiyac yoxdur. Ona ehtiyac yoxdur. Söhbət elə cahanın özünün iki hissəyə bölünməsidir. Cahan özü iki hissədən ibarətdir. Və mən Nəsimidən bir 30 dənə nümunə gətirərəm iki sözünü. Ulan hamısını ikən eləyək. Ey iki aləmdə varım, hardasan? Neyini onu da eləyək, ey ikən aləmdə varım, hardasan? Belə eləyək. Hacı, vicdan nədir? Vicdan ərəb sözüdür. Vəcədədəndir, vəcədə, tapmaq. Tapdı, vəcədə. Həqiqəti axtarıb tapan. Vicdan belə bir varlıqdır ki, həqiqəti tapır. Düzgünlüyü görəndə sevinir. Amma sonra o mexanizm korlanır. Onu qədər boğursan. Və Quran ayəsi var, ən çox bu şey üçün and içir Allah. Bütün Quranda ən çox and içilir. Ne üçün? Bu məsələ üçün ki, fəəlhəməhə fucurəhə və təqvəhə. Biz yaxşını pisi insana ilham eləmişik. Qəd əfləhə mən zəkkəhə. Kim ki təskiyə elədi, özünü təmizlədi, iflah oldu, azad oldu, istədiyinə çatdı. Və qəd xavbə mən dəssəhə. O deməkdir ki, dəssəhə bir şeyi ört-basdır eləməyə deyilir. Özə diri-diri bastırmağa. O vicdan diridir. Hər dəfə vicdanın ağzına bir torpaq atırsan ki, əşi, heç nə olmaz. Adi bir misal kimi də onu bastırırsan diri-diri, tərpənə-tərpənə. Bastırırsan sonra ölür. Sonra o vicdan işləmir. Çünki əzəl ki istəyir bəşər ola günaha mürtəkib, birinci kələm ki istəyirsən günah eləyəsən, ürək düşər təlatümə, görər ki çox hərası var. Həras qorxudur. Yəni ki birinci günahda vicdan əziyyət verir sənə. İkinci bir günahda hüdud həddidən çıxar, günaha iştihası var. İkinci dəfə eləyəndə eyni günaha vicdan o qədər də, çünki daha halı olmur çapalamağa. Üçüncü bir günahı da sınar tamamı səddilər, deməz nizam-ı aləmin qəzəbli bir xudası var. Artıq Allah fikirləşmir. Adama deyirlər, ya Allahın olsun, kitabın olsun, ay kitabsız, ay imansız, ay Allahsız. Artıq o həddə çatıb Allahı da Artıq vicdan öz funksiyasını itirib. Gərək onu təmizləyəsən, onu torbaqdan çıxartasan, üstü başını təmizləyəsən, suyunu nəfəs verəsən, nə bilim filan. O da ki, biraz çətindir. Sabir nə deyir? Nə masaj ilə, masaj eləyirlər, ürəyə ki, tezdən nəfəs, nə masaj ilə, nə məsnui tənəffüs ilə, nə də süni tənəffüs verməklə, nə də dağ ilə olur. Dağ basmaq, indi şok tok verirlər ha. Nə də dağ ilə olur dərdinə dərman, ölü və
Yəni ki, artıq elə bir vəziyyətə gətirib salır insan vicdanını ki, artıq onun həqiqət axtarıb tapmaq funksiyası ölür və hər şeylə razılaşır. Ümumiyyətlə, söhbətimiz əsnasında Azərbaycan klassiklərinə, təbii ki, biz bilirik, siz özünüz də qəzəlxansınız, çox gözəl qəzəlləriniz var. Kitabınız da bu yaxınlarda işıq üzü gördü. Nizami Gəncəvidən danışdıq, Füzulidən misallar gəldi, Nəsimidən misallar gəldi. Əslində, çox zəngin bir ədəbiyyatımız var. Həddindən artıq. Mən deyərdim ki, dünya ədəbiyyatına samballı töhfələr var bizim ədəbiyyatımızda. Var. Bəhrələnə bilirikmi? Doğrudan da neymətdən bəhrələnmək hər adama qismət olmur ki, həqiqi neymətdən bəhrələnmək. Bulağın da üstündə elə Quran var. Qurandan kim bəhrələnər ki? Az adam. Hələ o ki, qaldı ədəbiyyat. Neymətdən bəhrələnsən, olur bərəkət. Əgər bəhrələnmirsən, olur niqmət. Niqmət, yəni neymətin əksi, əziyyət. Allah neyməti verəndə imtahan üçün verir. Quran imtahandır. Bir adam deyir, Peyğəmbər sağ olsaydı, gedərdim, onu görərdim, ayda. Mən bir dənə Peyğəmbər görərdim, mən bir dənə İmam Hüseyni görərdim, mən bir dənə İmam Zamanı görərdim. Belə adamlar var da, Bəli, var. Çox adam istəyir. Onun bir üsulu var, testi var. Sən bilmək istəyirsən ki, İmam, Peyğəmbər sağ olsaydı, sən onu gedib görərdin, o ilə münasibətin necə olardı? Bax, gör, Quranla münasibətin necədir? Hə, mən ərəb dilini bilmirəm. Əbi, ərəb dilini bilmirsən, o da tərcümələr, təfsirlər çıxıb filan, maraqlanmısan. Ərəb dilini bilmirəm, o deməkdir ki, İmam Peyğəmbər Ərəbistanda da mən necə gedim ora. Amma məsələ onun dilini bilmək deyil ki, gedim ona xidmət edeyim, gedim uzaqdan baxım ona, bir dənə görüm onu, əlini öpüm, selfie çəkdirim. Yəni, bu dərəcəyəcən. Yəni ki, axır nəsə olsun, bir sevgimi bildirim. Belə boş sözlərdir. Əgər Quranla münasibətin nədirsə, Quranın üzünə baxmaqdır, öz ibadətdir. Bu hədisi eşidib, açıb Quranı oxuya da bilmirsən, üzünə baxmısan, məsəl üçün. Ən azından oxumağa cəhd eləmsən, nə qədər cəhd eləmsən. İmama da, Peyğəmbərə də o qədər yanaşacaqsan, o qədər cəhd eləyəcəksən. Hər bir şeyin testi var da, üsulu var ki, bunu belə eləyə bilirsənsə, demək, belə də eləyəcəksən. Biri Peyğəmbərdən soruşur ki, mən bilə bilərəm ki, ibadətim qəbuldur, qəbuldur. Qəbuldur, qəbuldur, başqa sözdür. Səhihdir, səhihdir, düzdür, düzdür, başqadır. Fiqh, şəriət. Buna baxır ki, ibadətin düzdür, düz deyil. Bəzi adamlar səhv sallar, qəbuldur, qəbul. Allah özü bilər, nəyi qəbul? Qəbuldan getmir. Əvvəl sən ibadəti düzgün elə, sonra ikinci etap odur, qəbuldur, qəbuldur. Bənzər konvertin üstündə adresi düzgün yazmağa, sən adresi düzgün yaz, at poçtun qutusuna. İndi o çatacaq yesinə, o onu oxuyacaq, oxumayacaq, o sonraki məsələdir. Əsas məsələ odur ki, sən düzgün adres, ona görə də dəstəmazlı, namazlı düzgün qıl, o işə baxır ki, səhihdir, səhih deyil, düzdür, düz deyil. Qəbuldur, qəbul deyil, onu Allah bilər əlbəttə ki. Amma birinci etapı sən keçirməlisən, axı, düzgün adresi yazıb post qutusuna atmalısan sən axı. Deməli, bir nəfər sual verir Peyğəmbərə ki, mən bilə bilərəm namazım qəbuldur, qəbul deyil. Peyğəmbərimiz necə cavab verir? Deyir, bəli, bilərsən, namazı qılıb qutarandan sonra sevdiyin günahlara içərində peşmançılıq və nifrəti yarandısa, namazın qəbuldur. O günahlar ki, həmişə eləyirsən, nə bilim, qeybətdir, yalandır, odur, budur. Bu namazdan sonra sənin içində onlara qarşı nifrət oyandısa, onlara etmədimsə, demək, o namaz qəbuldur. Bax, bundan gedir söhbət. Ağır məsələdir, əlbəttə ki. Ona görə bizim o bəyaxtı düza neymət, ədəbiyyatımız da neymətdir. Hamısı ədəbiyyatçı ola bilməz ki. Amma hamı bəndə olmalıdır Allahına ya. Ona görə o misalı Qurandan getirdim. Və həmçinin də ən azından ədəbiyyat oxumayacaqsan. Füzulini, Sabiri, Seydezmi oxumayacaqsan. Onun zövqündən məhrum olacaqsan. O zövqü ala bilməyəcəksən. Şeir zövqünü
ondan ləzzət ala bilməyəcəksən. Gözəlliyi görə bilməyəcəksən. Ala bilməyəcəksən və gözəlliyi də görməyəcəksən. Uzaq başa gedərsən, bir nəfər sənin üçün şeiri xırdalayar, təhlil eləyər, sənə ləzzət eləyər. Uzaq başa heç o da olmaz. Hə, böyük şey oldu, zövq ala bilmədin. Amma o bir şeylər eləyə bilməyəndə, Qur'anınla məşğul olmayanda, orada zövqü zada qoyaq bir qırağa. Orada nə edə bilməyəcəksən? O ilahi rəngi tapa bilməyəcəksən. İlahi zövqü tapa bilməyəcəksən. Həyatın mənasını tapa bilməyəcəksən. Həyat nə üçündür onu bilməyəcəksən. Əleyhissalam demir ki, Allah rəhmət etsin o kişiyə ki, bilir hardadır, hardan gəlib, hara gedəcək. Bilməyəcəksən hardasan, hara gedirsən, hardan gəlmirsən. O bədbaxtçılıqdır. Nəsimi kinosuna baxmısınız da qəşəng bir dənə söz deyir ki, bir məmləkətin əgər ayaqqabı dikəni naqis olsa, bundan millət çox da zərərdidə olmaz. Hamı pis ayaqqabı giyinər və salam. Amma bir millətin, bir xalqın müəllimi, ustadı əyri olsa, onda bir cəmiyyət, əyri bir cəmiyyət yetişər. Allah rəhmət etsin. Səhv eləmirəmsə, Sədi Şirazidə deyir, hərçə begəndəd nəməkəş mizənənd, vay əzan roz begəndəd nəmək. Bu adətdir, duz vurular iyiyənə, iyilənən şeyə duz vururlar. Vay, o gündən duz özü iyilənə. Sizcə Mirzə Ələkbər Sabir bu dövrümüzdə yaşasaydı, Hop-Hopnamədən daha güclü bir toplu yazılardı yoxsa? Mən bunu çox yerdə demişəm. Sabirin 3 dənə boğçası olub, şeir boğçası. Onun ikisi itib, oğurlanıb və bu günə qədər tapılmayıb. Bir boğçada Hop-Hopnamədir. Hop-Hopnamədə cəmi 10 dənə qəzəl var. 10 dənə qəzəl var. O 10 dənə qəzəl nümunədir ki, o qəzəl yazsaydı, o 2 dənə boğçada qəzəllər ola bilsin olsun ki, o nə olardı? Hətta Salman Mümtaz deyir ki, Seyid Əzmin bəxti gətirib ki, o 2 dənə boğça tapılmayıb. Yoxsa heç onu oxuyan olmazdı. Yəni, Sabir o qədər güclüdür. Sabir dəhşət bir şair olub. Onu görə elə Sabirdən istədim. Bu gün yaşasaydı, bu gün də yenə də negativ halları görüb nəsə yazacaqdı da, məlum məsələdir. Negativ hal həmişə var. Amma mən onun Sabiri satirasından sevməmişim. Ümumiyyətlə şeirin o yazılma formasından, o işləri ki, o görür o yazıda. İnsan dəhşətə gəlir. Mən cütçüdən misal gətirdim. Dinamika var orada. Adi uşaq şeirini və deyir, çünki bilir rahat əziyyətdədir, əziyyətin içindədir. Bunu şeirlə demək çox bir dəhşətli bir şeydir. Yəni, onun üçün gərək, nə bilim, bir kəlməsini belə boşuna çıxartmır. Elə söz tapır deyir ki, bundan oynası yoxdur. Deyir, yatmısanmı qardaşım? Deyir, yox, bir sözüm varsa buyur. 10 manat borc istərəm. Yox, bərabər, yatmışam. Bu Sabirin deyilişidir. Nə gözəldir. Necə o fikri çatdıra bilir. Qəşəng formada. Yəni, Sabir... Mən çox sevdiyim şeirlərindən biridir. Çatladı xan bacı qəmdən ürəyim, tutuşub lap acığımdan kürəyim. Mən ki damdan bacadan baxmaz idi. Nə olaydı? Bir qoyaydız Qarabaş, verməz idim məni bu əbləhə kaş. Mən ki damdan bacadan baxmaz idim, su kimi hər tərəfə axmaz idim. Deyir, oturub ac komasında atamın, biş düşün hazır edərdim anamın, yamayardım babamın çul çıxasın, bitdiyərdim nənəmin baş yaxasın. Gönlü şirin deyir. Çox gözəl dili var, həqiqətən çox gözəl dili var. Ümumiyyətlə, ədəbiyyatdan danışanda sevgidən yan keçmək olmaz. Dünya ədəbiyyatına da, bizim ədəbiyyatımıza da nəzər salanda sevginin ön plana çəkildiyini görürük. Məsələn, deyək ki, Şekspirin Romeo və Julietası var. Nizami Gəncəvinin Leyli və Məcnunu var. Füzulinin Leyli və Məcnunu var. Və s. və ilaxır. Niyə görə ədəbiyyatda məhz sevgi bu qədər önə çəkilir sizcə?
qəzəllər hətta, yəni eşq qəzəlləri, sevgi qəzəlləri daha çox sevgiyə ithaf olunur, eşqə ithaf olunur. Nə var bunun sirri nədədir? Çünki insanların çox müraciət etdiyi mövzudur. Yəni sevənlər həmişə bu məsələlərlə maraqlanıblar. Ona görə mən Romeo və Julietta'dan misal gətirirəm ki, yəni bu cür sevgi. Amma ki, o ki qaldı, o bizim ədiblərimizin, bizim klassiklərimizin yazdığı sevgi, o qadına, qıza, filana olan sevgi deyil. Bəlkə şairlərimizdə o da var, çoxdur. Amma o adını çəkdiyimiz kişilər o sevgi düzdür, Leyli ilə Məcnun sevgisini nəticədə gətirir, ilahi sevgiyə bağlayır. Yar deyərək hətta Tanrıya xitab edir. Qəzəllərdə istər yar, istər həsrət, istər hicran, nə bilim bu ayrılıq filan, onların məsələn Füzulidə hamısı onlar İmam Zaman həsrətində yazılan şeirlərdir. Və bunları söz kimi demək bir başqa şeydir. Bunu sübut eləməyə də hazırıq ki, məsələn, nə varsa ilahi rəngidədir onlarda, Füzulidə, məsələn. Füzulidə dəqiq. O birlərdə qarışıq ola bilər. İndi cavan yaşda yazıb da, xatirə dəftərinə zaten bir şeir yazıb ola bilsin, gəlib çıxıb bura. Amma Füzulidə elə deyil. O zöl başdan irfan ədəbiyyatıdır. O bir başqa eşqdir, bunu demək istəyirsiniz. İlahi bir eşqdir. İlahi eşqdir, o bir başqa şeydir. Sabirdə də var da, ad çəkmir. Deyir Xosrovi Hüsnün əzizim sən imişsən tacı. Xosrov padşahlıqdır. Hüsn gözəllik padşahlığının Xosrovi Hüsnün deyir əzizim sən imişsən tacı. Tac koronası sənsən. Səndən oynası yoxdur. Fikir verdim. Deyir Xosrovi Hüsnün əzizim sən imişsən tacı, xublər cümlə sənin dərgahın möhtacı. Bütün yaxşılar, xublər, yəni bütün yaxşılar sənin dərgahın möhtacıdır. Görürsən bu kimdir? Kimdir bu belə gözəlliyin, padşahlığının koronası bundadır, tacı bundadır, kimdir bu? Bir dənə gör nə deyir? Deyir ki, Qab-ı Qovseyn qaşun. Qaş ki 2 dənədir, Qab-ı Qovseyn 2. O nədir? Qab-ı Qovseyn nəyə deyirlər də? Quran ayəsidir o. Bir ox atdın, getdi hara düşdü, cızdığı trayektoriya, qaşa oxşayır, belə əyil. Bir dənə də atdın, ona Qab-ı Qovseyn deyirlər. 2 ox atımı qədər ki, Merac da nədir? İsra bilirsiniz də? İsra, Leylətul İsra deyirlər, Merac gecəsi. Adı İsradır onun ərəb dilində. Merac gecəsində 2 ox atımı qədər məsafədə qaldı Allahla Peyğəmbər. Heç bir varlıq o qədər yaxına gedə bilməyib. Təbii ki, bu mənəvi yüksəlişdən yer söhbət. O ölçü Qab-ı Qovseyndir. 2 dənə də qaş ona bənzəyir. Deyir, Qab-ı Qovseyn qaşın. Sənin qaşın Qab-ı Qovseyndir. Leylətul İsra zülfün. Saçınsa həmən o Merac gecəsidir, o qaranlığa, qaraya işarədir. Görürsən? Deyir, Xosrovi Hüsnün əzizim sən imişsən tacı, xublər cümlə sənin dərgahın möhtacı, Qab-ı Qovseyn qaşın, Leylətul İsra zülfün, tapmısan mərtəbəyi hüsndəsən Meracı, ən uca məqamdasan. Həzrət Peyğəmbər üçün deyilən şey. Zairi kuyin əməyimə, zair yəni zəvvar, dövr eləyən, ziyarətə gələn. Deyir, zairi kuyin əməyimə, qoy öpüm xalından. Niyə? Həcəri öpməyənə xalq deməzlər hacı. Qaradaşı öpməyənə cəmaat hacı deməz. Demirik, şəriətlə hacı olma. Şəriətdə qaradaşı öpmək şərt deyil həcc ziyarətində. Əməllərdən sayılmır. Amma xalq deməzlər. Cəmaat isə gələndən soruşur ki, qaradaşı getdin, toxuna bildin, təbərrük elədin. Xalq onu soruşur. Orada da incəliyi gözləyir. Şəriət məsələsinə toxunmur. Həcəri öpməyənə xalq deməzlər hacı. Bir neçə hələ o cür beyt, baxırsan sahədə Peyğəmbərin adını çəkmir. Amma bütün gedişat səni istər-istəməz ora aparır. Şeirin gözəlliyi burada deyə. İşarələr ora gedir. Çox maraqlıdır. Bax, bizim bu cür gözəl, dəyərli sənət, ədəbiyyat nümunələrimiz var.
Amma dövrümüzün ədəbiyyatına nəzər yetirəndə o yüksəlişdən sanki bir eniş var. Məlum məsələdir ki, məlumdur ki, Füzulinin vaxtında olan məsəl üçün onun mühiti ki var idi. Füzuli yaşayıb Kərbəlada falan, o cür mühitdə, o dərinlikdə şeir, o mühitdə yaşayıb, o təhsili alan adamdan çıxar. Sabir də Şamaxıda yaşayıb. İndi Sabir, Füzuli, bir söz bir var, şeirin elmi dərinliyi, müncəliyi. Fəlsəfəsi. Bir də var ki, şeir demək forması, onun yazılış forması, bu rədifə oturmaq, sözü necə demək falan, fərqli şeylərdir. Həmçində Sabir. Sabir də təhsil alıb, elmi olub falan. Amma bu şairlik qabiliyyətində şeirdə şərt nə deməkdir, şeirdə şərt necə deməkdir. O necə deməyə baxsa, əgər baxsaq, and ola Allaha bizim torpağımıza yetişdirir. Böyük sənətkarlar. Varmı bu gün də Sabirlər? Niyə yoxdur ki? Məsələn. Mən ad çəksəm. Bir az sonra pis vəziyyətə qalaram. Gəl ad çəkməyim, amma ki, həqiqətən bugün bizim böyük istedadlı söz əhəlləri, qələm əhəlləri var, doğrudan da. Hətta cavan nəsillər, elə uşaqlar çıxır ki, adamın ürəyi daha dönür sevindiyindən ki, nə yaxşı, bu nə istedadlı uşaqdır. Həqiqətən. Sadəcə olaraq bizdə belə bir üstünə var da, sağlığında kör Fatma, öləndə badam gözlü. Bizdə belədir. Öləndən sonra bilinəcək ki, belə bir adam yaşayıb, gedib bu cürlə sənətkar olub filan. Mən Hacı Ələmdar Mahiri misal çəkə bilərəm. Hacı Ələmdar Mahirin şeiriyyatına baxanda, o bizim ustadımız olub. Elə əlimizdən tutub şeir yazmaq öyrətməyib, ondan getmir söhbət. Sadəcə ondan bəhrələnmişsiniz. Çox bəhrələnmişik, yaxın olmuşuq, çox yaxşı münasibətimiz olub, birbirimizin evinə gedib gələn adam olmuşuq. Hətta aramızda bəhs də olub, bu hələ bu, amma bu kişinin şairliyi bir başqadır. Bu kişinin şeiriyyatı çox şirindir. Namiq Şəfai var idi, Allah rəhmət eləsin, Məmməd Əli Şəfainin oğlu. Çox şirindir. Bugün nə olub ki, Pirşağlı Əşrəfə? Bir daha maraqlansınlar, gör Əşrəf nə yazır. Dilləndirsin, 2-3 kəlmə, sən deyən o qəşəng danışa bilmək, ola bilsin, danışıq olmasın, natiqlik olmasın. Nə yazılarına bax. Bugün Hələ mütləq gözləyək ki, bu ölsün, sonra qiymət verək. Yox, ölməli ya. Sağdır da, Pirşağda yaşayır. Heç kəs ölməsin. Sadəcə bugün gündəndə yoxdular. İnsanlar necə oxusun onları, necə öyrənsin? Daha insanlar özləri bilərlər necə oxusunlar, amma mən deyirəm daha maraqlansınlar Əşrəf Pirşağlı. İndi YouTube-da yazsınlar Əşrəf Pirşağlı gör çıxacaq da. Görün nələr eləyir də. Yox, ədəbiyyata gəlin YouTube səviyyəsinə də endirməyək. Yəni mən başqa yolu var. Bir adam Pirşağlı Əşrəfi eşidir məndən. İndi maraqlanır. Hardan maraqlansın? Necə maraqlansın? Gedib kitabını tapa bilər, ala bilər, kitabı da var. Mən İlqar Fəhmini tanımırlar. Tanıyırıq İlqar Fəhmini, niyə tanıyırıq? İlqar Fəhmi bəyəm balaca sənətkar. Yox, təbii ki. Mən müqayisəni Füzuli ilə apardım. Gəlin belə eləməyək, yəni ki, bilirsiniz necə deyib, Füzulidən heç yerdə olmayacaq, heç vaxt olmayacaq. Hələ bir qızıl gül varsa, bənövşə olmasın, Yasəmən olmasın. Olsun. Qəşəng güldür Yasəməndə. Hə də, onlar da qəşəngdir. Axı, hər şair bir gül də onun hərəsinin bir ətri var. Amma, bax, bütün gülləri yazanda Yasəmən gülü yazarsan, bənövşə gülü yazarsan, nə yazarsan, adını gərək yazasan. Ancaq adını çəkmədən gül yazanda bir mənalı qızıl güldür. Gül deyəndə ilk ağla gələn qızıl gül. Gül deyəndə ədəbiyyatda da belədir. Ağ gül yox ha. Qırmızı. Məhzələ qırmızı gül. Mən təşəkkür edirəm sizə. Çox maraqlı bir söhbətimiz alındı. Amma çox istəyərdim ki, izləyicilərimiz üçün siz də öz qəzəlinizdən bir
birini səsləndirəsiz. Mümkündür. Bəşərin vardısa fövqəl bəşər olmaq tərəfi, var demək şoğ qəribin möhtəbər olmaq tərəfi. Sən əyildikcə həqiqət qabağında qorxma. Toxumun olmamış olmaz bəhər olmaq tərəfi. Yəni toxum əvvəl torpağın altında çürüməlidir ki, cücərsin olsun ağac, sonra olsun bəhər. İnsan Allahın qabağında əyildikcə ucalır. Sən əyildikcə həqiqət qabağında qorxma. Toxumun olmamış olmaz bəhər olmaq tərəfi. Niyə zərgər gözü ilə axıb baxmır özünə? Görə hər zərrəsinin vardı zər olmaq tərəfi. Bəşər övladına nə üçün bu qədər asandır xeyir olmaq tərəfindənsə şər olmaq tərəfi? Çox güləndə yaşarırsa göz əgər, illəti var, bir səbəbi var. Çox güləndə yaşarırsa göz əgər, illəti var, vardı zatında sevincin kədər olmaq tərəfi. Hər adam öz-özünə söyləsə tez-tez adam ol. Olacaq, varsa əgər az qədər olmaq tərəfi. Azərin tutması var. Görsöz əgər şeir deyir, o deməkdir ki, tutub gicbəsər olmaq tərəfi. Allah kömək olsun. Çox sağ olun. Təşəkkür edirəm sizə. Mən də sizə təşəkkür edirəm. Allah razı olsun. Sağ olun. Əziz izləyicilər, Həyat və Biz layihəsində bugünkü görüşümüz, söhbətimiz sona çatdı. Sağ olun, sağlıqla qalın.